Əvəz bəy, mən xatırlayıram ki, 2012-ci ildə sizin məhkəmə prosesiniz var idi və orada çox maraqlı bir söz işlətdiniz. Həmin dövr üçün bu həqiqətən də böyük cəsarət tələb eləyirdi ki, mən Ramiz Mehdiyevin girovuyam. Mən onun girovuyam. O əlini uzatdı və dedi ki, o tutulmalıdır və mən həbs olundum. Bununla bağlı sual vermək istəyirəm. Həmin dövrdə hətta sizin üzünüzə Ramiz Mehdiyevin sifarişi ilə dayanan bir deputat var idi. O bugün çıxıb deyir ki, Ramiz Mehdiyev mənim həyatımı dəyişdi, həyatımı məhv etdi. Bununla bağlı mövqeyiniz maraqlıdır. Əslində o zaman da mətbuat yazmışdı bu haqda. Mən bu deputat haqqında danışmaq istəmirəm, amma medyada yazmışdı ki, biz də yazmışdıq, mən də yazmışdım ki, o niyə özünü bitirdi. Hamımız yazmışdıq. Əslində Ramiz Mehdiyevin adamları bitirdiyini biz əvvəlcədən yazmışdıq ki, Ramiz Mehdiyev bitirdi, Ramiz Mehdiyev sifariş elədi. Amma indi mən baxıram Azərbaycan medyasına baxıram, Azərbaycan siyasətinə baxıram, keçmiş nazirlərə baxıram, deputatlara baxıram. Hamısı sıraya düzülüblər. Ramiz Mehdiyevi qamçılayırlar, vururlar və bu iğrənc bir mühit yaradır. Ona görə Azərbaycanda ümumi bir qənaət hakimdir ki, sosial şəbəkə iğrənc bir bataqlıq halına gəlib son günlərdə. Bizim Ramiz Mehdiyevlə davamız 2010-cu ildən, hətta ondan da əvvəl başlayıb. Mənim otağıma suyunu dinləmə quruluşu qoyulandan sonra ilk dəfə Ramiz Mehdiyevin bir redaktoru məhkəməyə verilməsindən, Ramiz Mehdiyev ilk dəfə bizi redaktör olaraq məhkəməyə verdi Xural qəzetini və 10.000 tələb elədi, 10.000 manat və 10.000 manat cərimələtdi. Sonra onu icraya yönəltdi. Mən Amerika Birləşmiş Ştatlarının prezidenti Barack Obama'dan 19.000 pul istərdim. Borca. Sonra mən səfirlə görüşdüm. Və bu forma davam elədi. Məni şərəflə, şanla Ramiz Mehdiyev və Ələsənov və onun komandası həbs elətdirdi. Ondan sonra məhkəmədə davam elədi. Məhkəmədə bir cild təxminən Ələsənovla Ramiz Mehdiyevin haqqında mənim vəsatətlərim ki, məhkəməyə gəlsinlər və məhkəmədə şahid qismində iştirak eləsinlər. Çünki əsas 10.000 tələbi Ramiz Mehdiyevin idi. Ramiz Mehdiyev mütləq Cinayət Prosessual Məcəlləsinə görə məhkəməyə gəlməli idi. Özü ifadə verməli idi. Mən tələb elədikcə Ədliyyə Nazirliyi o sənədləri istintaqda belə dəyişdirməyə nail olmuşdu. Təbii ki, Ramirlə Allah Verdiyeva o da o qrupun, Ramiz Mehdiyev qrupunun üzvüydü. Yəni bizim savaşımız aralıqsız 15 ildir davam edir. Aralıqsız 15 ildir davam edir. Tamaşaçılar kusura baxmazın, qarşımızda bir Koreyadan gələnlər oturublar və onlar qarğadeli danışırlar. Ona görə də hamısı da bizi görüb. Elə bir biz burada danışdıqsa onlar da orada bağıra-bağıra danışırlar. Olsun. Yəni demək istədiyim budur ki, Azərbaycanda bugün sosial şəbəkələr, nazirliklər, geçmiş nazirlər, deputatlar bu qədər iğrənc bir kampanya başlayıblar ki, Ramiz Mehdiyevin əleyhinə vallahi az qalan mən Ramiz Mehdiyev müdafiə eləyəm. Az qalan müdafiə eləyəm. Axı siz, o nazirlər var, indi iki danışırlar, keçmiş nazirlər, Azərbaycanın ən müxtəlif sahələrdə bədbəxt eləyən nazirlər. Mən şahid olmuşam. O nazirlərdən birinin otağında Ramiz Mehdiyevə necə məruzə eləyir. Mən ona şahid olmuşam. Mən şahid olmuşam ayaq üstə Ramiz Mehdiyev telefonda danışanda bu adam necə həyəcanlanıb, necə xoşbəxt olub Ramiz Mehdiyevlə danışıb. Mən şahid olmuşam bundan müsahibə götürəndə Ramiz Mehdiyevdən sual vermişəm və adamlar çox rahatcana deyiblər ki, Ramiz Mehdiyevlə bizim heç münasibətimiz pis deyil.
Ramiz Mehdiyevlə bizim münasibətimiz normaldır. İndi sıraya düzülüblər Ramiz Mehdiyevi söymək üçün. Hətta elə deputatlar var ki, onun adından danışıblar Ramiz Mehdiyevin. Amma bugün deyirlər ki, onunla bizim heç bir əlaqəmiz olmuyor. 2010-cu ildə bir deputat gəldi. Mənlə o zaman danışmağa gələnlər çox idi. Ələsənovun adamları gəlirdi. Ramiz Mehdiyevin adından bir deputat gəldi və mənə dedi ki, Ramiz Mehdiyev, mən bu vaxtda danışmışam da, yazmışam da. Bu arxivlərdə var. Deyir ki, Ramiz Mehdiyev deyir ki, biz onu qiymətləndirməmişdik, çox ağıllı olandır. Biz deyirik ki, bizim komandada işləsin. Mən dedim ki, mən nə xəyanət eləmişəm Azərbaycana? Mən nə günah eləmişəm ki, Ramiz Mehdiyev məni bəyənir? Mənim hansı hərdə yanlışım olub ki, Ramiz Mehdiyev deyir ki, o yaxşı adamdır, yaxşı olandır, qabiliyyətli olandır. Deputat, o zaman biraz dostane münasibətlərimiz vardı. Elə baxdı, dedi, valla səni həbs edəcəklər. Dedim, eləyirlərsə dünəndən eləsinlər. Mən onun həbsindən qorxmuram. İndi baxıram, o da Ramiz Mehdiyevin haqqında danışır. Danışsın, ola bilsin ki, bu onsuz da mənfi obrazdır da. Ramiz Mehdiyev şərdir. Ramiz Mehdiyev göz yaşıdır, qandır, irindir. Ramiz Mehdiyev minlərlə Azərbaycan insanını həbsxanaya tıxan, minlərlə Azərbaycanlı siyalını məhv eləyən, Azərbaycan milli təfəkkürünü darmadağın eləyən, türkçüləri türkücüyə çevirən, yəni milliyyətçi camianın əsas adamlarını satlıq mal kimi satqı, algı satqı obyektinə çevirən mənfi bir obrazdır. Şərdir bu adam, qara məlikdir, şökülü qara məlikdir bu adam. Əvəz bəy, amma bütün bu işləri o tək görə bilməzdi axı. Onun əlinin altında yüzlərlə adam var idi. Ümumiyyətlə necə hesab edirsiniz? Bu adam Ramiz Mehdiyevin həbsi, ev tutsaxlığı olsa da belə, bu adamların həyatında hansısa bir dəyişiklik edəcəkmi? Yəni vəzifədən gedəcəklərmi, həbs olunacaqlarmı və yaxud ölkədən qaçacaqlarmı? Yəni hansısa bir fəaliyyətlərinə təsir göstərəcəkmi? Gündən sonra ölkədən qaçsalar da bir ayıb, istintaqın ayıbı kimsə ayağını ölkədən kənara qoya bilməz, qoymamalı. Və Ramiz Mehdiyev bu işdə tək deyil. Əgər söhbət dövlət çevrilişindən gedirsə ki, bunun özü də indiyə qədər heç bir rəsmi açıqlama verilməyib. Ona görə bunun özündə də artıq bir şübhə yaranıb. Artıq bu işin siyasi mahiyyətli olduğuna dair ciddi şübhələr var. Şəxsən məndə o şübhələr var. Yoxsa Ramiz Mehdiyev tək ola bilməz ki, Ramiz Mehdiyevin onlarla icra başçısı, onlarla polis rəisi, onlarla nazir müavinləri, deputatlar. Yəni mən 15 illik Ramiz Mehdiyevlə savaş ömrümdə mən çox şeyləri görmüşəm. İndi ağlamaqla deyil ki, Ramiz Mehdiyev mənim həyatımı məhv edir. Ramiz Mehdiyev sənin həyatını məhv edirsə, bunu çıxıb deyərdin mərd-mərdanə. Çıxıb deyərdin ki, Ramiz Mehdiyev məni məcbur eləyir. Amma həmin dövrdə deyirdi ki, Ramiz Mehdiyevin komandasındayım. Yəni deputat olaraq məni ora Ramiz Mehdiyev təyin edib. Mən fərd olaraq demirəm. Mən heç kimin fərd olaraq üstünə getmirəm. Mən həbs olunanda, ikinci dəfə həbs olunanda mən o birinci məhkəmədə üzümə duran adamlardan gözlədim ki, adamlar çıxsınlar desinlər ki, bu bədbəxti birinci dəfə həbs eləyəndə də bizdən istifadə elədiniz, həbs elədiniz. İndiki Ələsənov yox. İndiki Ramiz Mehdiyev yox. Amma vicdanlar var axı. Bunu çıxıb demək lazımdır. Ona görə də Ramiz Mehdiyev işi bu işlə bitməməlidir. Ramiz Mehdiyev işi, əgər dövlət çevrilişi varsa, bunlarla adam getməlidir. Stop qoyulmalıdır. Yəni sakit, səssiz, heç bir dövlət qurumu açıqlama vermir, heç bir dövlət qurumu cavab vermir. Baş prokurorluqdan xəbər yox, Daxili İşlər Nazirliyindən xəbər yox, Dövlət Təhlükəsizlik Xidmətindən xəbər yox. Xeyr olar. Xeyr olar. Olmayan rüşvət iddiasıyla 10 dənə gündə informasiya verirdilər mənə. Eləcə digərlərinin haqqında. İndi abzasının haqqında verirlər, toplumun haqqında verirlər, meytan tipinin haqqında verirlər.
Kimsə 10.000 pul gətirib deyə gəncəcik qızları Lənkəran məhkəməsinə, Lənkəran həbsxanasına göndərib ailələrini incidirlər, qızları incidirlər. Onların paltarlarını yanına buraxmırlar, sərinkeş buraxmadılar onlara. Rüfət Səfərov orada incidirlər, Ruslan İzzətli ilə Ələsgər Məmmədlinin vəziyyəti ağırdır, bilirik bunu hamınız. Akif Qurbanov ilə, Anar Məmmədli ilə ölkəni say seçmə insanlarının nəyə görə 10.000 manat götürüb siz qaçaqmalcılıq edirsiniz. Və 100 milyonlarla manat harda getdi. Əziz Orucova 3 sotda özünə ev tikdiyinə görə 2 ildir Əziz Orucov içəridə saxlayırlar, 2 il 9 ay həbs verdilər. Yüzlərlə hektar Ramiz Mehdiyevin kızının və arvadının adına, həyat yoldaşının adına torpaq sahələri var. Yüzlərlə hektar. Əvəz bəy, bir dənə də maraqlı bir şey var. Ramiz Mehdiyev haqqında cinayət işi qaldırılanda dedilər ki, yaşına yəni baxaraq ona ev tutaqlığı verdilər. Lap tutaq ki, məhkəmə gedəcək, məhkəmə ona elə törətdiyi cinayətlərə görə iş kəsəcək. O zaman necə olacaq? Yəni Ramiz Mehdiyev 90 yaşlı bir adama lap tutaq ki, 9 il həbs cəzası verildi. Bu nə qədər məntiqlidir? O Ənvər Seyidov var idi. O elə 80, 85, 87 yaşlarında bir qoca kişiyə, Ramiz Mehdiyev yaşında bir qoca kişiyə iş kesir. 15 il. Bu kişi də ağlayır. Deyir, son sözdə bu da ağlayır. Deyir ki, hörmətli hakim, sən mənə 15 il verdin. Mənim də 87 yaşım var. Ramiz Mehdiyevin yaşındaymış kişi. Bəs bu elə mənim üçün ölüm hökmü kimi şeydir. Ənvər Seyidov deyir ki, Asaqqal, nə çəkərsən çəkərsən, qalanı halal xoşur. İndi Ramiz Mehdiyevə də işi verəcəklər, nə çəkər, qalanı halal xoşur. Söhbət ondan getmir. Söhbət bu yaşda insanın bu rəzil sonluqla ömrünü sonlandırmağından gedir. Biz şərəfimizlə, şanımızla yaşayan adamlar, biz ömrümüzə, həyatımıza, yolumuza toz qonsun istəmərik. Biz şəhid kimi yaşayıb, diri gözlü şəhid olub, şəhid kimi ölmək istəyən adamlar. Və biz Allahdan o şərəfli ölümü həmişə gözləyən adamlarıq ki, Allah bizi şərəflə öldür, Allahım bizi şəhid elə. Allahım bizi işimizin başında öldür ki, biz şəhid Allah qatında, sənin qatında şəhid sayılar. Adamın bu yaşında, adama dövlətə xəyanət, adama çevriliş maddələri qoyurlar. Çevriliş maddələrindən dövlətə xəyanət maddələrini yumaq və bu yaşda, bu başda mümkün deyil və bu elə belə də verilməz. Mən sizə deyirəm, Ramiz Mehdiyev çapında insana elə belə də verilməz. Bir şəxs yerindən tərpənməyib hələ. Amma onlarla şəxs indiyə qədər həbsdə olmalı. Başda Əli Həsənov olmaq. Başda Əli Həsənov olmaq. İndi bu ictimai siyasi mühitdir. Bəlkə deputatları həbs eləmək biraz çətin olar, bəlkə nazirləri tərpətmək çətin olar, amma icra başçılarını, o cümlədən. Amma təmiz əl operasyonu deyirsənsə, təmiz əl operasyonu olmalıdır. Və bunu mütləq eləmək lazımdır. Mütləq eləmək lazımdır. 30 ildir Azərbaycan cəmiyyətindədir Ramiz Mehdiyev. 30 ildir Azərbaycanın işıqlı adamları deyir ki, bu xaindir. 30 ildir. Bu adam mən niyə vermişdi məhkəməyə? Bəxtiyar Vahabzadə haqqında bir yazı vermişdi və demiş ki, bu adam Türk düşməni. Bu adamın Türk düşməni olduğu, bunu 15 il əvvəl mən demişəm, bir tələbə canımla, bir gənc canımla, bir cavan canımla, onda hələ cavan idi. Bunu 30 ildir, 35 ildir bunun xain olduğunu, bunu Heydər Əliyevi də xəyanət elədiyi, bunun Azərbaycana da xəyanət elədiyi, Azərbaycan Türklüyünə də xəyanət elədiyini deyənlər var. Vuruşanlar var Ramiz Mehdiyevlə. Ramiz Mehdiyev talilər söndürür. Minlərlə, 10 minlərlə adam. Hara baxırdı onda? Hara baxırdı Azərbaycanın dövlət və tərəfi? Bu iş haqqında cəmiyyətə ətraflı, əhatəli informasiya vermək lazımdır. Bir də bu cəmiyyətin bu sosial şəbəkələrdir, mətbuatdır, bu çirklənmədir, bu informasiya çirklənməsidir, bu dünən Mehdiyevin qabından yallananların
dünən Mehdiyevin qarşısında tərcüm edənlərin, onun başmaqlarını cütləyənlərin Heydər Oğlu demişkə, bu gün Mehdiyevin əleyhinə danışmaqlarınla bu iş bitmir ki. Azərbaycan cəmiyyəti bilir, Azərbaycan xalqının gözü tərəzidir. Azərbaycan xalqı kimin kim olduğunu bilir. İndi Əli Həsənov deyir ki, mən hara Ramiz Mehdiyev hara deyə bilər. Amma həyat var orada. İndi hamının Ramiz Mehdiyevlə problemidir. Mən sizə deyirəm, Ramiz Mehdiyevin telefon eləyib, ayaq üstə durub, həyəcanla tər basıb, xoşbəxt olan nazirlər indi 80 yaşında Ramiz Mehdiyevi söylürlər. Axı bu adamlar Ramiz Mehdiyevin səsi çıxanda sıçan deşiyini satmalı. Öz işləri. Amma Azərbaycan cəmiyyəti təmizlənməlidir, dövlət təmizlənməlidir. Özə təkcə Ramiz Mehdiyevdən yox. Təkcə Ramiz Mehdiyevdən yox. Yəni bugün ölkəni idarə edən strukturlarda Rusiyanın və digər ölkələrin agentura şəbəkəsi kifayət qədər əl-qol atıb, kifayət qədər yer açıb sosial şəbəkələrdə Azərbaycanı boşaltmağa çağırışlar var. Ona görə də mən hesab edirəm ki, Azərbaycan dövləti hüquq mühafizə orqanları daha sərt, qəti və real şəkildə məsələni həll etməlidir. Çox sağ olun Əvəz bəy. Biz yəqin ki, bu cür mövzularda yenidən məsələlərə toxunacağıq və fərqli mövzular olacaq. Amma yenə də qısa bir şəkildə müsahibə götürəcək sizdən. Təşəkkür edirəm. Sağ olun.